neçə gün bundan öncə mən həqiqətən də məktəbin ikinci mərtəbədən özümü atma dərəcəsinə gətirib çıxartmışdı yəni məni. Mən Qurbanova Nurşən Səbuhi qızı, Ağdam rayon 135 nömrəli məktəbin 10-cu sinif şagirdiyəm. Mən bir ildir ki, bütün bu təhqirlərə, bütün bu dərs zamanı, dərs gedə-gedə, dərsin bir kənarda qalıb, ancaq məndən danışılmağına dözürəm, amma artıq dözə bilmədim. Yəni dərs zamanı, dərs gedə-gedə, dərs müddətində təhqirlər, nə bilim, belə müəllimlik adına yaraşmayan ifadələr, yəni həqiqətən mən çox bezmişəm, yorulmuşam. Valideynim də dəfələrlə Sənan müəllimin qəbulunda olub, Tahir müəllimlə danışıb nə qədər, mən özüm də nə qədər ərizələr yazmışam, amma yenə də bəli, bu məsələyə baxılmadı. Səlimova Əmirə Surxay qızı məktəbimizin tarix coğrafiya müəllimi və həmçinin də bizim sinif rəhbərimiz, 10-cu sinifin sinif rəhbəri olan Səlimova Əmirə Surxay qızıdır. Yəni bu müəllim ümumiyyətlə bu müəllim, yəni mənim problemim deyil bu müəllimlə, yəni problemi olan tək şagird mən deyiləm. Bütün məktəb, bütün müəllimlər heyəti, bütün müəllimlər kollektivi, ümumiyyətlə biz hamımız kollektiv uşaqlar, hamımız əziyyət çəkirik bu müəllimlə həqiqətən. Bir neçə gün bundan öncə mən həqiqətən də məktəbin ikinci mərtəbədən özümü atma dərəcəsinə gətirib çıxartmışdı yəni məni. Həqiqətən dərs zamanı bezdirir. Bəli, məktəbimizin ingilis dili müəllimi Elnarə müəllim var, o məni tutdu, yəni çağırdı hamını, yəni o məni xilas elədi. Bugün əgər burada durub sizə belə müsahibə verirəm, danışıramsa, yəni bunu Elnarə müəllimə borcluyam həqiqətən də. İndi mən burada yox idim. Konkret bir şəkildə o müəllimə salam vermə, bu müəllimin necə deyim, yanına hazırlığa getmə. Mən illərdir, yəni mən ixtisas seçimi eləmişəm, 4-cü qrup ixtisas seçimi eləmişəm və həkim olmaq istəyirəm. Mən böyük arzum budur. Yəni bunun üçün çalışıram, gecə-gündüz yatmıram, oxuyuram. Amma ki məni həvəsdən salır, nə bilim sən baytar olasan, onsuz da 4-cü qrupda girə bilməyəsən, sən oxuyasan güya o qrupu seçmisən, sən oxuyansan güya belə. Yəni bu ifadələrlə, yəni mən həqiqətən də bütün məktəbdə bilir, bütün necə deyim, Ağdamın bütün keçirilən bütün tədbirlərdə tək Ağdamda yox. Regionala da neçə dəfə yarışlarda yəni getmişəm, birincilik qazanmışam, Ağdamı təmsil eləmişəm, neçə dənə gümüş medal qazanmışam, yəni qızıl medalım hətta var. Buna baxmayaraq, bəli, prinsipə düşüb. Bunun da prinsipinin səbəbi budur ki, mən elə bir ki, seçdiyim ixtisas qrupunda onun elə bir ki, tədris elədiyi fən yoxdur. Mən tarix fənnini seçmədim, kimya müəllimini seçdim və kimya biologiyadan məktəbimizdə dərs deyən müəllimin yanına hazırlığa gedirəm, həmçinin fizikadan da. Amma o müəllimin gözü götürmür də, deyir ki, onlara salam vermə, onlarla yaxınlıq eləmə, sən mənim yanıma hazırlığa gəl. Mən də bunu götürmədim deyə mənlə pisləşdi, mənim qiymətlərimi aşağı saldı, dərs zamanı alçaldıcı ifadələr, uşaqların içində məni pislikdirmələr və ancaq bunlar. Amma tək mənlə deyil əlbəttə, yenə də sinif yoldaşlarımla da tək mən deyiləm problemi olan. Bütün hamı, yəni. Hətta biz dəfələrlə Qarabağ regional sektoruna dəfələrlə ərizələr yazmışıq, dəfələrlə sinifdə 10 uşağı hal-hazırda 7-8 nəfər imzalamışıq, ərizəmizi yazmışıq, dərs zamanı psixoloji sıxışdırılmalara məruz qalırıq. Yəni yazıb dəfələrlə ərizəmizi göndərmişik, amma bu məsələyə baxılmır. Nə Tahir müəllim, nə də ki Sənan müəllim. Mənim valideynim, tək mənim valideynim yox. Dəfələrlə bir neçə məktəbimizdə olan valideynlər birləşərək bir yerdə gediblər. Sənan müəllimin qəbulunda da olublar. Mənim valideynim ayrılıqda bir dəfə də gedibdi. Sənan müəllimin qəbulunda olubdu. Amma yenə də nə fayda, bu məsələyə baxılmır. Biz sinifdə 17 uşaq idik. Sadəcə olaraq hər il müəllim 2 dənə, 3 dənə uşaqla belə sıxışdırır, düşünüşür. Səlimova Əmirə Surxay qızı məktəbimizin tarix coğrafiya müəllimi, həm də bizim sinif rəhbərimiz. 17 nəfərdən 10 nəfər qalmışıq. Hətta bir neçə gün bundan əvvəl 9 gün qalacaqdıq. Mən də 9 nəfər qalacaqdıq. Mən də gedirdim və yəni belə vəziyyət həqiqətən ciddidir, amma bu məsələyə baxılmır. Yəni təsəvvür eləyin ki, məsələ o qədər ciddidir, elə bir həddədir ki, yəni öz müəllimlər işlədikləri məktəbdə, yəni öz uşaqlarını oxutdurmurlar, çıxarıb başqa məktəbə göndərirlər. Heç bir müəllim ümumiyyətlə salam vermir. Yəni həqiqətən o bircə dənə uşaqlardan da ona salam verən, nə bilim, çox istəyən mən idim. Belə də ki, bilirsiniz nəyə görə? Çoxu da əlində telefon kamera ilə videolarımızı çəkdiyi üçün, səsimizi yazdığına görə biz onunla danışarkən çəkinirik, qorxuruq həqiqətən. Əlində telefon, kamera bizi ancaq çəkir. Deyirik ki, müəllim, bizi niyə çəkirsiniz, səsimizi niyə yazırsınız dərs zamanı? Deyir ki, mən öz səsimə qulaq asmağı sevirəm. Gedirəm, axşamlar gecə atıram yastığın altına, mən buna qulaq asıram, mən bundan həzz alıram, xoşuma gəlir. Deyir, mən öz səsimi yazıram, sizin səsinizlə yazıram, xoşuma gəlir.